Sərtlik əmsalı verilmiş çəkisiz yaylardan bu qədər kütləli yüklər asılmışdır. Fikir versəz, kütlələr hər ikisində 2m-dir. Yaylarda yaranan elastiklik qüvvələr arasında hansı münasibət doğrudur? Uşaqlar səhv eləyib buna F bərabər Kx düsturu ilə baxırlar və K ilə müqayisə eləyib F2 bərabərdir, 2F1 yazırlar. Təbii ki, bu yanlışdır, bu olmaz. Tarazlıq halında aşağı doğru, burada da 2mc-dir, burada da 2mc-dir. Və bunun da elastiklik qüvvəsi həmin bu 2mc ilə tarazlaşır. Bunun da elastiklik qüvvəsi həmin bu 2mc ilə tarazlaşır. Ona görə də qüvvələr bir-birinə bərabər olacaq. Bəs yaxşı, sərtliklər nədə fərq yaradır? X-də fərq yaradır. 2mc bölünsün K1, X1 üçün X2 bərabər olur 2mc bölünsün K2 və X-da K ilə tərs mütənasib asılı olur.